Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sosial şəbəkədə saxta süni krevetkaların satışını həyata keçirilməsi barədə yayılan məlumatla bağlı araşdırma aparıb. Agentliyin İnformasiya Təminatı və İnnovasiyalar Həlləri şöbəsindən Bölgə TV-yə verilən məlumata görə istehlakçıdan əldə edilən məlumat əsasında məhsulun Bakı şəhəri Nəsimi rayonu, Məmmədov küçəsi 3-cü mikrorayon, Ev5A ünvanında fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus krevetka mağazasından alındığı və müvafiq idxal sağlamlıq aktı ilə təmin edildiyi məlum olub. Məhsulun satışının həyata keçirildiyi qida obyektində plandan kənar yoxlama aparılıb. Yoxlama zamanı yayılan video məlumatdakı məhsulla eyni əmtəyə nişanlı ümumi çəkisi 28 kiloqram dondurulmuş krevetka məhsulu müəyyən edilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılması məqsədi ilə məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədi olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalama ilə təmin edilməyən ümumi çəkisi 30 kiloqram yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb. Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək. Rəna Rövşənqızı, Bölgə TV.